Bu il təhsildə keyfiyyət təminatı agentliyinə xarici kvalifikasiyanın tanınması üçün daxil olan 3480 müraciətdən 491-i mənfi cavab alıb. Adətən diplom, sertifikat və ya attestat formasında olan qiymətləndirmə və təsdiqləmə sənədinin tanınması məqsədi ilə Dövlət İmtahan Mərkəzi müvafiq sahələr üzrə peşə imtahanları təşkil edib. Hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanlarında iştirak edən 334 nəfərdən yalnız 72-si təqdim olunan 30 sualın yarısına və ya daha çoxuna cavab verərək Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən kvalifikasiyaların tam tanınması üzrə şəhadətnamələrini əldə edib. Vətəndaşlarımızın arzu etdikləri ixtisaslar sırasında hüquqşünaslıq birinci yerdədir. Düşünürəm ki, son 10-15 ili biz ölkə daxilindəki tendensiyanı izləmiş olsaq, xatırlayırsa vaxtı ilə ən çox müraciət olunan ixtisaslardan biri idi. Görünür ki, hal-hazırda da ölkə xaricində təhsil almaqda maraqlı olan vətəndaşlarımız da məhz bu ixtisas üzrə daha çox müraciət edirlər. Amma təəssüflər olsun ki, ən çox imtinaları da biz bu istiqamətdə görmüş oluruq. Xüsusilə də agentliyin sifarişi ilə Dövlət İmtahanı Mərkəzi tərəfindən həyata keçirilən peşə imtahanında məhz hüquqşünaslıq üzrə ən çox imtahanı görürük. Agentliyin idarə heyətinin sədri Tural Əhmədov bildirdi ki, uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya və Ukrayna ali təhsil müəssisələrinin payına düşür. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin açıqladığı məlumata görə, hüquqşünaslıq üzrə peşə imtahanında uğursuz nəticə göstərən şəxslərin təhsil sənədi aldıqları xarici ali məktəblərin adları bunlardır. Rusiya Federasiyası üzrə Dağıstan Dövlət Universiteti, Moskva Müasir Akademik Təhlil İnstitutu, Saratov